Salam əziz dinləyicilər. Bizim bugünkü mövzumuz Türkiyədir. Birinci Dünya müharibəsindən sonraki Türkiyə mövzusuna diqqət yetirəcəyik. Osmanlı dövləti 1918-ci il oktyabr ayının 30-da Mudros müqaviləsini imzalayaraq Birinci Dünya müharibəsindən ayrıldı. Xüsusilə onu qeyd etmək istəyirəm ki, Osmanlı dövləti Suriya və Fələstin torpaqlarında məğlub olduqdan sonra müharibədən çıxır. Və biz qeyd etməliyik ki, Mudros müqaviləsinə görə Sultan hökuməti Antanta qüvvələri qarşısında təslim olur. Osmanlı dövləti üçün Birinci Dünya müharibəsinin Osmanlı dövləti üçün nəticəsi nə idi? Biz heç də yaxşı nəticə görmürük. Hansı ki, görürük ki, Antanta qüvvələri Osmanlı dövlətinin ərazisini ələ keçirəcək. O cümlədən görürük ki, Gənc Türklər Partiyası buraxılır, Sultan hakimiyyəti dağılır, Osmanlı imperiyası dağılır və Gənc Türklərin partiyasının üzvləri də ölkədən qaçıb gedirlər. Və Antanta qüvvələri, gəlin baxaq görək, hansı əraziləri işğal edir. Antanta qüvvələri dedikdə İngiltərə ələ keçirir İskəndərənu və Mosulu. Antalya və ətraf ərazini ələ keçirir İtalyanlar, İzmir ərazisini ələ keçirir Yunanlar. Yəni, baxın, Antanta qüvvələri tərəfindən Osmanlı ərazisi ələ keçirildi. Və bu zaman əlbəttə ki, Osmanlı xalqı, Türk xalqı öz istiqlaliyyəti uğrunda mübarizə aparır və İstiqlal Savaşı başlayır. Bu İstiqlal Savaşı 1918-ci ildə başlayır, 1923-cü ilə qədər davam edir. Yəni, İstiqlal Savaşının ilini qeyd edirik. 1918-1923. Biz bu dərsdə nəyə diqqət etməliyik? Biz diqqət etməliyik ki, 1918 və 23-cü il aralığında hansı önəmli hadisələr baş verdi? Gəlin baxaq. İlk öncə biz deyirik ki, milli azadlıq hərəkatına, İstiqlal Savaşına, İstiqlal mübarizəsinə, İstiqlaliyyət mübarizəsinə başçılıq edir Mustafa Kemal. Və burada biz ən çox nədən danışacağıq? Mustafa Kemalın fəaliyyətindən danışacağıq. Mustafa Kemalın ilk işi bilirsinizmi nə oldu? Milli qüvvələri səfərbər etdi. Milli qüvvələri səfərbər etmək üçün də hüquqların müdafiəsi cəmiyyəti yaratdı. Bu məsələ belə. Deməli, bu Mustafa Kemal əməli addımlar atmağa başlayır və o Anadoluya gedərək, baxın, təkcə xarici müdaxiləçilərə qarşı yox. Bəzən testdə bunu səhv düşünülə bilər ki, ancaq xarici müdaxiləçiyə qarşı mübarizə aparır. Xeyr, təkcə xarici müdaxiləçiyə qarşı mübarizə aparmır. Mustafa Kemal həm də Sultan hakimiyyətinə qarşı mübarizə aparmışdı. Bu məsələni diqqət yetirək. Deməli, ilk işi nə oldu Mustafa Kemalın? Milli qüvvələri səfərbər etmək. Milli qüvvələri səfərbər etmək üçün də hüquqların müdafiəsi cəmiyyəti yaradıldı. Ardınca deyirik ki, bu istiqlal hərəkatının, milli azadlıq hərəkatının mərkəzdən idarə edilməsi üçün indi davamını gətiririk. Sivasda konqres çağırıldı. 1919-cu ilin sentyabr ayında Sivas konqresi çağırıldı. İndi baxın, biz deyirik Sivas konqresi çağırıldı. Biz indi düşünməliyik ki, bu Sivas konqresinə yaxşı çağırıldı. Burada hansı qərara gəlindi? Gəlin həmin Sivas konqresinin qərarından danışaq. Hansı ki, Sivas konqresində deyilir ki, ərazi bütövlüyünün və milli müstəqilliyin qorunması uğrunda mübarizə aparacaq. Ərazi bütövlüyün və milli müstəqilliyin qorunması uğrunda mübarizə aparırıq. Əla. Və 1920-ci ilin aprel ayının 24-də yaradıldı Türkiyə Böyük Millətlər Məclisi. Türkiyə Böyük Millətlər Məclisinin rəhbəri olacaqdı Mustafa Kemal. Deməli, Türkiyə Böyük Millətlər Məclisi çağırıldı. Türkiyə Böyük Millətlər Məclisinin ilk sədri də Mustafa Kemal oldu. Bununla da razılaşdıq və deyirik ki, Türkiyə Böyük Millətlər Məclisi özünü yeganə qanuni hökumət saydı. Əla. Və bu xəbəri eşidən və bu hadisələri görən Antanta qüvvələri nə etdi? İstanbula daxil oldular, deputatları qovdular və belə deyək də bu Türkiyə Böyük Millətlər Məclisini dağıtmağa çalışdılar, amma əlbəttə ki, istəyinə nail ola bilmirlər. İstədiklərinə nail ola bilmirlər. İndi görəcək ki, necə nail ola bilmirlər. Və bunlar İstanbula daxil olurlar, deyir ki, deputatları qovurlar, ardınca 1920-ci ilin Sultan hakimiyyəti ilə 1920-ci ilin avqustunda Sevr müqaviləsi imzalayır. Deməli, 1920-ci ilin Sevr müqaviləsi Osmanlı tarixində nə qədər Mudros müqaviləsi də ağır şərtli müqavilə idi. O cümlədən də, baxın, bu Sevr müqaviləsi də Osmanlı dövləti üçün
ağır şərtli müqavilə idi. Həmin Sevr müqaviləsinə görə Osmanlı dövlətinin ərazisi 4 dövlət arasında bölünür. İngiltərə, Fransa, İtaliya və Yunanistan arasında bölünmüşdür. Və burada qeyd etməliyik ki, Türkiyənin şimal-şərqində Ermənistan, cənub-şərqində isə ingilislərin himayəsi altında Kürd dövlətinin yaradılması nəzərdə tutulurdu. Baxın, bu məsələni də diqqətdə saxlayaq. Və Sevr müqaviləsi ilə bağlı bir əsas məqamda yadda saxlamaq lazımdır ki, Sevr müqaviləsi Osmanlı dövlətinə faktiki olaraq son qoydu. Ümid edirəm ki, yorulmadınız. Bizim üçün nə oldu əsas olan? Əsas olan oldu Mudros müqaviləsi 18 oktyabr 30-u. Çox acı nəticələr oldu Osmanlı dövləti üçün. Antanta qüvvələri tərəfindən ələ keçirilən əraziləri dedik. İngilislər hansı ərazi, İtalyanlar, Yunanlar, onu bir də xatırlayın. Və ardınca dedik ki, İstiqlal mübarizəsi, Milli Azadlıq Hərəkatı başladı 1918-dən 23-ə qədər. Başçısı kim oldu, rəhbəri kim oldu? Mustafa Kemal. İlk işi nə oldu? Milli qüvvələri səfərbər etmək və Milli Azadlıq Hərəkatının mərkəzdən idarə edilməsi üçün nə çağırıldı? Sivas Konqresi. Sivas Konqresi hansı qərara gəldi? Qərara gəlindi ki, azadlıq uğrunda, istiqlal uğrunda mübarizə aparsınlar. Bəli, və Sevr müqaviləsi ən ağır şərtli müqaviləni qeyd etdik. İndi ardınca gəlirik. Deyirik ki, Türkiyə Böyük Millətlər Məclisi, baxın, Sevr müqaviləsini tanımadı və Sultan hökumətini də vətən xaini etdi. Vətən xaini elan edir, bəli, vətən xaini elan edəcək və bundan sonra deyirik ki, bu İstiqlal Savaşında ilk mübarizə ilə məhz ermənilərlə aparmışdı və erməniləri məğlub edərək, baxın, erməniləri məğlub edərək 1920-ci ilin dekabrında Gümrü müqaviləsi imzalanır. Yeri gəlmişkən bir də Rus və Osmanlılar arasında Gümrü döyüşü var. Zəhmət olmasa yazın görək Rəy bölməsində bu Gümrü döyüşü neçənci ildə baş vermişdir. İndi 1920-ci ilin dekabrında, gəlin bir dənə də 1920 qeyd edək. 1920-ci ilin dekabrında imzalandı Gümrü müqaviləsi. Dekabr ayında. Bu Gümrü müqaviləsinə görə artıq ermənilər Anadoluya olan ərazilərdən əl çəkməliydilər. Anadoluya olan ərazi iddialarından əl çəkirlər. Ardınca gəlirik 1920-dən sonra dekabr, gəlir 21-in yanvarı. 21-in yanvarında Türklər Yunanlarla mübarizə aparır və burada məşhur Sakarya döyüşü olur. Sakarya döyüşündə Mustafa Kemal deyir, yaralansa da mübarizəni axıra qədər davam etdirmiş və türklər qalib gəlmişdilər və türklərin qalibiyyətindən sonra Mustafa Kemala marşal rütbəsi, qazi rütbəsi verilmişdir. Baxın, bu İstiqlal mübarizəsinin gedişində baş verən hadisələr oldu. 18-dən 23-ə, 20-də əsas hadisələrdən olan, dedik ki, dekabr ayının 20-sində imzalandı Gümrü müqaviləsi, 1921-in yanvarında Yunanlarla mübarizə aparıb məşhur Sakarya döyüşü baş verir. Burada Yunanlar məğlub olur və davam edirik. Davam edirik və 1921-22-ci ildə artıq Antanta qüvvələri təslim oldu və təslim olaraq 1923-cü ildə Lazanna sülh konfransı və yaxud da Lazanna sülhü imzalanır və Lazanna sülhünə görə gəlin, baxın, İstiqlal Savaşı artıq 1923-də başa çatır. Antanta qüvvələri təslim olur, Mudanya barışığını imzalayaraq təslim olur, bax belə deyə bilərik və Osmanlı ərazisinə çıxır. İndi düzdür, yeni kitabda Mudanya yoxdur, amma köhnə kitablara əsasən düşündüm ki, bu müqavilə də əsas müqavilələrdən olduğu üçün diqqətinizə çatdırmaq istədim. Lazanna sülh müqaviləsinə görə nə deyilir? Türkiyənin sərhədləri və müstəqilliyi tanınır. Baxın, bunu məsələyə diqqət yetirək və Türkiyə ərazisində əcnəbilərə verilən kapitulyasiyalar aradan qaldırılır. Baxın, bu məqamı da diqqətdə saxlayaq. O cümlədən də məhz bu Lazanna müqaviləsindən sonra biz görürük ki, Sevr müqaviləsi qüvvədən düşmüş olur. Mustafa Kemal Paşanın islahatlarından danışacağıq. Mustafa Kemal Paşanın islahatları olduqca önəmli bir islahatlardır. İlk öncə istəyirəm ki, onun siyasi islahatından danışaq. 1922-ci ildə noyabr ayının 1-də sultan hakimiyyəti ləğv edildi. Yeri gəlmişkən deyin görüm, 1918-ci noyabrın 1-də Azərbaycanda hansı önəmli hadisə baş vermişdi? Zəhmət olmasa bildirin Rəy bölməsində. Davam edirik. 1923-cü ilin oktyabr ayının 29-unda Türkiyə Respublika elan edilir. Mustafa Kemal Türkiyə Respublikasının prezidenti elan edilir. 1923-cü ildən 1938-ci ilə qədər prezident kimi fəaliyyət göstərmişdir. Aha, bəli, bunu da qeyd etdik. İndi gəlirik Mustafa Kemalın
keçirdiyi hüquqi sahədə islahat 1924-cü ildə ilk konstitusiyası, Türkiyənin ilk konstitusiyası qəbul edilmişdir. Yeri gəlmişkən, bəs Azərbaycan SSR-nin konstitusiyaları neçənci illərdədir? Zəhmət olmasa bildirin. 1924-cü ildə Türkiyənin ilk konstitusiyası qəbul edildi və Avropa nümunəsində mülki və cinayət məcəllələri qəbul edilmişdir. O cümlədən iqtisadi sahədə olan məsələlərə diqqət yetirmək lazımdır. İqtisadiyyatı daha doğrusu gücləndirmək, əsasən iqtisadiyyatın gücləndirilməsi, inkişafını təmin etmək üçün daha çox sənaye sahəsinə yönəlir. Xüsusilə də deyir ki, etatizm siyasəti var iqtisadiyyatda. Bu türklərin, Osmanlıların qoyduğu bir siyasət idi. Etatizm siyasətində nəzərdə tutulur ki, xaricdən gətirilən malların və yaxud da xarici kapitalı məhdudlaşdırır, yerli kapitala dövlət dəstəyini verirdi. Bunu da unutmayaq və qeyd etməliyik ki, o cümlədən kənd təsərrüfatının inkişafı üçün, kənd təsərrüfatını inkişaf elətdirmək üçün kəndlərdən alınan aşar vergisi də ləğv edilmişdir. Bu da önəmli deməli hadisələrdən biridir. O cümlədən özəl sektora dəstək olmaq üçün xüsusi bank, mərkəzi bank yaradıldı. Xüsusilə bunu da qeyd edək. Mədəni sahədə də keçirdiyi islahatlarda Avropa təqviminə keçid edir. Bir də orada qeyd etməliyik ki, Latın əlifbası, ərəb əlifbası əvəzinə Latın əlifbası yaradıldı və yaxud da ki, istifadə edilməyə başladıldı və yaxud da qəbul edildi Latın əlifbası. Gəlin Azərbaycan tarixində də, Azərbaycan SSR dövründə də Latın Kiril məsələsinə diqqət yetirək. Yadınızdadsa əgər ərəb əlifbasından Latın əlifbasına keçid Azərbaycanda 1929-cu ildə idi. Latın qrafikaldan Kiril əlifbasına, Rus əlifbasına keçid də 1940-cı ilin yanvar ayının 1-dədir. Bunda oxşarlıq kimi yadda saxlamaq olar. Deməli, Azərbaycanda 1929, Türkiyədə də Mustafa Kemalın hakimiyyəti dövründədir. Ardınca gəlirik 1923-cü ildə bayaqların biz dedik, təkrar bir də gedirik. 22-də Sultan hakimiyyəti noyabrın 1-də ləğv edilir. 23-cü ilin oktyabr ayının 29-da Türkiyə Respublikasının yarandığı elan edildi. Davam edirik. 1923-cü ildə demədik bir məqamı paytaxt hardan hara köçürüldü. 1923-cü ildə paytaxt İstanbuldan Ankaraya köçürüldü. Bax, bu da bizim üçün vacib olan məqamlardadır. İqtisadiyyatda aşar vergisini ləğv etdi. Etatizm siyasəti ortaya qoyuldu. Etatizm siyasəti tətbiq edildi. Avropa nümunəsində deyirik ki, mülki və cinayət məcəllələri qəbul olundu. Latın qrafikalı əlifbaya keçid oldu. Bu belə. İndi gəlirik xarici siyasətə. Xarici siyasətə dedikdə, baxın, burada bir məqam var ki, düz istəyərdik ki, xəritə ilə baxaq. İndi hal-hazırda xəritə olmadığına görə mən göstərə bilmirəm. Amma sizlər buna mütləq şəkildə xəritədə baxın. Xarici siyasətdə unutmayaq ki, Mustafa Kemal 1932-ci ildə deməli Millətlər Cəmiyyətinə, ümumiyyətlə Türkiyə Millətlər Cəmiyyətinə üzv oldu. Ardınca qeyd edirik ki, 1937-ci ildə Səadabad paktı imzalandı. Səadabad paktı unutmayaq ki, baxın, buna xəritə üzərində baxın. Hətta bir dəfə önəmli bir məşhur kursların birində müəllimlər üçün bu sual salınmışdı və bu sualda da Səadabad paktına imzalayan dövlətlərin xəritədə yeri istənilirdi. Baxın, bunu xəritədə mütləq şəkildə baxın, bu müəllimlərin işə qəbul imtahanına da düşə bilər. Səadabad paktı 4 dövlət arasında Türkiyə, Əfqanistan, İran və İraq arasında imzalanan bir müqavilədir. Yaddan çıxartmayaq bunu. 1937-ci ildə imzalanıb və birtərəflik haqqında paktdır. Və o cümlədən də 1936-cı ildə bir məqamı unutmuşam, Montre konfransı keçirilib. Həmin Montre konfransında da biz deyirik ki, boğazlar məsələsində Türkiyə böyük üstünlük əldə etdi. Hansı ki, Qara dənizə çıxışı olmayan dövlətlərin hərbi gəmilərinin boğazlardan keçməsi qadağan edildi. Deməli, ən önəmli xarici siyasətdə önəmli olan məsələlərdən biri oldu 1932 Millətlər Cəmiyyətinə üzv, 1936 Səadabad paktının imzalanması oldu və ardınca 1900 Səadabad paktı, daha doğrusu üzr istəyirəm, Montre konfransı keçirildi. Montre konfransında boğazlar məsələsi böyük üstünlük əldə etdi. Qara dənizə çıxışı olmayan dövlətlərin boğazlardan keçməyi qadağan edildi. Və 1937-də də hansı önəmli paktı? Səadabad paktı 1937 və 1938-ci ildə Mustafa Kemal vəfat edir və prezident vəzifəsinə İsmət İnönü prezident seçilir və 1950-yə qədər prezident vəzifəsini icra etmişdir.